2024 Dünya Çempionatına yaxşı hazırlaşmışdıq. Amma orada haqsızlıq olundu. Özbək idmançısına qarşı, yerli idmançıya qarşı. Mənim qələbəmi ona verdilər. Yəni orada da çempion olacaqdım. Dünya çempionu. Və Avropa çempionatına gəldim 2025-ci ildə. Sübut elədim ki, yəni mən məğlub olmamışdım. Haqsızlıq olunmuşdu. İndi inşallah təzədən qayıdıb dünya çempionu olacağam. Axırıncı yarışdan sonra rahatlaşmaq yox, sadəcə özümə inam dərəcədə artdı. Yəni həmişə qədər məşqlərimiz yüksək səviyyədə davam eləyir. Yəni belə məşq eləyib uduzmaq məncə mümkünsüzdür. Ona görə də özümüzə inanırıq və inşallah dünya çempionu olacağıq. Döyüşdən sonra ən birinci Mamay Nahtəyə zəng edirəm. Sonra Ehtiram müəllimə və Elminə. Hamısını sayın. Yarpaq dolması, pizza, burger, içməyə kola, soyuq da buzun. Plov da gedər, özbək plovu da, o da yaxşıdır. Ən çətin olan çəki salma prosesi ola bilər, məncə. Döyüşçü olmasam hərbçi olmaq istəyərdim. Elə fikrim də var idi. Sadəcə idmanda alındı, idmanda yaxşı ilerlədim deyə idmanda qaldım. Belə də ilerləyəcəm. Təzə başlayan idmançılara avaraçılıqdan, küçə həyatından uzaq olmaq, yəni bir fikirləri, bir düşüncələri olmalıdır. Məşq eləyib irəli getməlidirlər. Məqsədləri olmalıdır. Sağ ol da Tron. Sağ olun, izləyin bizi, çempionluqlar gəlir.